Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu gün sizə Xırdalan şəhərində çox əla bir qiymətə, əla bir 3 otaqlı və əşyalı olaraq satılan bir mənzil çəkib təqdim edirəm. 2 mərtəbə aşağısı qarajdan ibarətdir. Qaraja 2 maşın rahat formada saxlaya bilərsiniz. Qiymət çox əla bir qiymətdir, çünki aşağısının qarajı var, 2 maşın saxlaya bilərsiniz. Burada əlavə bir podvalı var. Yuxarıda 3 otaq var. Evdə bir çox əşya saxlanılacaq. 119 nömrəli avtobusun dayanacağından 100 metr məsafədə yerləşir. Xəzinə restoranı tərəfdədir. Yəni yer əla bir yerdir, hündür bir yerdir. Aşağısını gördünüz, qarajı gördünüz. Bu da bizim balaca xudmani həyətimiz. Gördünüz bu evin satış qiyməti 66 min manatdır. Sənəd bələdiyyə sənəddir. Qalxaq 2-ci mərtəbəyə otaqları çəkib sizə təqdim edim. Deməli, 2-ci mərtəbəyə qalxırıq. 2-ci mərtəbədə sol tərəfdə burada adətən qonaq otağıdır. Sadəcə ev sahibi buranı öz istəyinə uyğun olaraq yataq otağı kimi istifadə edir. Amma geniş olduğu üçün buranı yataq otağı olaraq istifadə edir. Amma qonaq otağıdır. Görünən bu əşyalar qalacaq. Buradan sadəcə bu beşik çıxarılır, digər mebellər qalır. Evdə bir çox əşya qalınacaq. Yəni əşyaların bir çoxu saxlanılır, çıxarılmır. Sağ tərəfdə mətbəxdir. Evin satış qiyməti 66 min manat. Real alıcıya evə baxandan sonra qiymətdə razılaşma olunacaq. Və burada bizim yerləşir bir yataq otağı. Sol tərəfdə burada bizim sanitar qovşağımız. Təmiri yaxşıdır. Ümumi olaraq evin təmiri həqiqətən yaxşı vəziyyətdədir və burada yerləşir digər bir yataq otağı və burada da yerləşir bizim əsas ikinci yataq otağı, amma ev sahibi buranı qonaq otağı kimi istifadə edir. Dəyərli izləyicilər, gördüyünüz bu ev üçün əlavə sual olarsa yuxarıda bizim əlaqə nömrəsi var. Zəng edib məlumat ala bilərsiniz. 66 min manatda 2 mərtəbə aşağısı qaraj, 3 otaq əşyalı bir evdir. Günün istənilən saat əlaqə saxlayıb gəlib evə yerindəcə baxa bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.